Deməli, maşın gəldi. Cruz gəlir. Əslində, yəni məhəllə uşağımdır, prosta bilmirəm nə məsələdir. Deyir, gəlim sexdə deyərik. Hava ücə sərindir, ventilatoru söndürmək olar. Axşam bazarına gəlmişsən. Nə var, nə yox? Salam aleykum, necəsiz? Sağ ol. Keyfiniz almış. Sağ ol, Pərviz. Bir dənə kreativ problemdən gəlmişəm. Hə. Yəni, başqa yerə gedənmələm. Bu mümkünsüz bir şey. Nə Mənim bildi? avtomobilimdə bir problem var. Avtomobil kod üstündədir, kondisioner qoşulur. Mən avtomobili söndürürəm, kondisioneri bağlayıram, tam sönülür. Avtomobilimi söndürürəm. Bir neçə dəqiqədən mi deyim, 3-5 dəqiqədən, 6 dəqiqədən sonra avtomobilimdə başlayır peçin özünü işləməyə, pəri işləməyə. Peç özü başlayır öz-özünə. Maşın sönülüdür, heç bir yerdən gərginlik almır. Amma başlayır öz-özünə pər necə işləyir maşını qoşanda? Elə. Soyuq falan vermir ha. Sırf özünün havasını verir. Elə bir ventilator qoşmuşsan maşında. Hətta peçin ventilator da o işləməyə başlayır. Pərviz, mən belə şeylərə baxmıram da, brat. Bilirsən də, yəni faradır, qapıdır, güzgüdür, pərdir, peçkadır. Mən belə şeylərə baxmıram axı, qardaşım. Sən... Usta, mənim başqa gedəcəyim yer yoxdur. Bunu ya sən düzəltməlisən, ya da sən düzəltməlisən. Baxıl hazırda peçin görürsən də. Hə, indi biz bunu söndürsək, maşını söndürəcəyik. Kondisioneri bağlayırsan, söndürürsən, maşını söndürürsən. Başlayır fan fırlanmağa. Hə, indi sənə bir sual. Buyurun. Sənə bir sual. Qoy işləsin də onda. İşləsin. İşləsin. Deməli, sualım nədir? Səndə bu məsələ. Bilmirəm, sən müşahidə eləyə bilmirsən onu, müşahidə eləyə bilməmsən. Bu necə fırlanır? Maksimalka da fırlanır. Yəni, belə əməlli başlı yüksək dərəcədə fırlanır, yoxsa yavaş özünə? Yox, yüksək deyil. Dəqiq yüksək deyil də, yavaş. Çünki özüm oturub bunu müşahidə eləmişəm əməlli başlı. Ustaya gedəndə fikrimi izah eləyə bilim də. Yox, tam yarıda fırlanır. Elə bil o buçqanı tam yarıya qoyursan. Maksimal deyil də yəni bu. Maksimal. Orta sürətdə fırlanır. Yaxşı, düzələr. Düzəldərik, şey fikirləşək. Mütləq. Çünki başqa... Neyinirsən ki, sən onu düzəltməyə neysən? Sən mane olur o. Yox, dayanır da o, işləyir sonra dayanır da. Dayanır, nə olsun, işləyir də yenə. Dayanır sonra bir 5-6 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə bir dənə də qoşulur, dayanır. Hə, bir neçə dəfə təkrar olunur. Bəli, təkrarlar. Yəni, bir dəfə olsun, dayanır, söhbəti yoxdur. Onu da mən düşünürəm ki, avtomobilə ziyandır da. Hə, ziyan olmaq ziyandır. O, heç akkumulyatorun öldürür axı, anasını ağladır. Yəni, yolda qoya bilər məni, haradasa şəhər gəlirəm, xot gəlirəm, xot. Sən indi uzaqdan gəlmirsən, yoxsa yaxından gəlsən? Yəni qızıb o, indi sən dediyin kimi. Tam belə yüksək səviyyədə yox. Hə. Amma qızıb da, yəni eləyəcək. Bəs eləyəcək indi? Eləyəcək. Biraz söhbətləşək, nə sualın varsa mənə ver. Bu biraz mən istəyirəm ki, belə tam içinə girək məsələn. Sveçalardan olar. Ya Zaslan kart. Ya Zaslan. Qardaşım, mən sənə deyirəm, kollektordandır, kollektorda şey var, deşik var, hə? Ya ondan olar, sonra nə bilim, nədən olar? Yox, mən sənə zapçaq satmayayım sənə. Demək təkan havasındandır. Hə də, hə. Ola bilər də ondan da. Ya da maşının arxası aşağıdır biraz. Çox qəribə nasazlıqdır. Çox fərqli nasazlıqdır. Yəni bu nasazlığı Şervatin qrupları var. Çəkməyəcəm də. Bir çox ustalar var da qruplarda. Mən o qrupa baxmışam. Bir dənə belə maraqlı cavab yazan yoxdur ki, qardaş, get filan şey yoxlatdır. Bir dənə bunu yoxlatdırdırsın da məsələn. İndi biz qrup əhli ilə biraz məsləhətləşirik də, birimizə tövsiyələrimizi veririk. Orada ustalar var. Mən sizdən necə maariflənirəm, düzəldirsən maşını. Mən də qrupda yazıram ki, sən filan problem olmuşdu. Toğrul usta bunu düzəltdi. Orada da bəzi ustalar var da qruplarda. Orada maariflənirlər, öyrənirlər. İndi bu xoş bir şeydir. Halal xoşları. Halal, sağ ol. Kimdə də indi, kim nə öyrənirsə, nə öyrədirsə halal xoşu. Olsun. Deməli, onda mən bunun bir sxeminə baxım. Mənim elə cibimdə telefonda var da sxem. Baxım, amma yüksəkdə işləmir də 100%. Yox, yüksəkdə işləmir. Qoy onda işləsin, qızsın.
Deməli belə. Kompresor. Bura deyil. Oh, nə qəşəng maşındır o. Maserati. Tak. AC evaporator temperature sensor, electrical auxiliary heater. Maşın gəlirdi. Engine coolant temperature sensor, blower motor deyə budur. Bu sənin fanının sxemidir. Əgər yüksəkdə işləyirsə, birbaş belə deyək də, termis şeyin özündən ola bilər, idarə etməsindən, motorçikin idarə etməsi bloku var da, belə deyək də, modulu var, ondan ola bilər. Yox, əgər astada işləyirsə, yəni yavaş-yavaş fırlanır, dayanır, yavaş-yavaş fırlanırsa, blower speed relay bu hardan idarə olunur? Bu yenə getdi bayaqki sxemin 6-cı gözünə. Təzdən bir də Maserati deyir. Tak. Deməli, qardaşım, bu kontroller blokuna gedir. Yəni kondisionerin idarə etmə blokunda ola bilər problem. Gəl biz belə eləyək də. Biz ya bundadır, ya bunda oynamamaqdan ötürü biz belə bir hərəkət eləyə bilərik. Bu idarə etmə xəttinə qoşula bilərik. Blower speed control'a qoşula bilərik. 15-ci pindir. Blue Gray. Qoşulaq ona və oyuna müşahidə eləyək. Baxaq görək, əgər avtomobili söndürəndən sonra bizdə burada gərginlik əmələ gəlirsə, bu artıq o deməkdir ki, kondisionerin idarə etmə modulu xarabdır. Orada da sən artıq gecə ilə o zapçası tapa biləcəksən sən? Tapacam. Əminsən? Mənim əlim qolumuzun bu məsələlərdə. Özxana məsələləri mənliyik. Yox, birdən də, yəni zapças lazımdır. Birdən təmir eləyə bilməsəm də bunu. Eləyəcəksən axı. Yox, kontroller edirəm. Yəni bloku çıxartsam, yəni dəqiqə özür istəyirəm. Alo. Bəli. Hə, işıqları görürəm. Elə girdi qarajların arasına. Gördüm sən işıqları. İdarə etmə xətti budur da. Başqa variantı yoxdur. Buradan da gəlir 6-cı pinə. Altıncı pindən də buradan çıxır xət. Düz gedir idarə etmə relesinə. Aleyküm salam. Nazım, nə var, nə yox? Avtomobillərimiz çox oldu yazdı. Biraz qabağa ver zəhmət olmasa, orada bir yerdə saxla. Yox, birinci sənin maşının. Təşəkkür edirəm. Baxacam, amma sən mənə kömək eləyəcəksən də. Təşəkkür edirəm. Nazım, alqı satqıdır da, hə? İndi eləyər də Pərviz, bəs eləyər? Məncə bəs eləyər. Mən çox söküb tökmək istəmirəm. Motorçika tərəf getmək istəmirəm hələ. Ola bilər ki, motorçikin özündəndir, ola bilər ki, idarə etmə termistorundandır, ola bilər ki, oralarda nəsə qızır, karotki falan verir. Amma mən birinci blokdan başlamaq istəyirəm. Çünki yəni, mənim bütün yollarım hamısı blok aparır. Yəni, mən belə fikirləşirəm. Çünki əgər bunun massası olmasaydı, bu belə də işləməzdi. Yəni, plus pastayanlıdır. Plus olmasa indi də işləməz kondisioner. 2 dənə də idarə etmə ancaq motorçikin yüksək gərginliyidir. Bir dənə sən deyirsən ki, yavaş işləyir, ona görə mən istəyirəm ki, yəni blokun özünə girim. Tamam. Heç nə, gətirim bir dənə oranı söküm. Yaxşı. Hələ söndürmə, qoy qızsın. Salam qardaş. Kadra düşdüm, problem yoxdur ki. Bizə nə lazım olacaq? Kruzun konsolunu sökməkdən ötürü. Kruzun konsolunu sökməkdən ötürü mənə $7 lazım olacaq. Bir dənə lazım olacaq. Bir də
Kontrolka lazım olacaq da mənə. Kontrolkada uzun xətlə lazım olacaq. Baxaq görək, kontrolkanın zaryadkası var. 6% zaryadkası var. Hələlik sökənə qədər bunu zaryadkaya qoyum. GoPro'nun batareyasını çıxardaq. Kontrolkanı zaryadkaya qoyaq. Hələlik. Ondan sonrasına baxarıq. Gedək sökək. Qoy işləsin. İstəmirəm, momenti qaçırdım, Pərviz. Çünki mən səfirim. Blok buralarda hardasa olacaqdır. Mən də indi başlayacaqlar kommentlərdə, Pərviz. Maşın akkumulyatorunu ayırmamış, bunu sökərlər. Usta, akkumulatoru ayırmadan elektron bloku sökərlər. Usta, akkumulatoru ayırmamış, nə bilim, maşın işləyə-işləyə şey sökərlər. İndi şey olacaq da, o keçən videoda dediyim kimi o şeylər var axı, o Savadlı əməkdaşlar. şeylər var, amma mütəxəssislər yoxdur o videoda maşın təmir edənlər. Çerez videoda. Süni intellekt yaradıcıları. Ha, süni. Mənim ən böyük diaqnostika mərkəzim, Pərviz, hal-hazırda sənsən, ha. Bax, dedin ki, maksimalkada işləmir. Xeyr, 100%, yəni milyon% maksimalkada işləmir. Hə, yəni mən də sənin sözündən ayaqlanıb girmişəm buralar. Bu nətər çıxır abi? Ha, deyirsən, Hamısı gəlir. Deyirsən, bu zuburca. Sən Tesla monitoru sındırmıyor. Əla. Hansıdır usta? Odur. Bu kondisionerin blokudur. Bu nətər? Şpilkalar. Belə. Deməli belə. Sxem deyir ki, kondisionerin blokundan 15-ci pindən gəlir. 15-ci pindən 3-cü pinə bura idarə etməyə gəlir. 15-ci pin. Yala, sən niyə miqat eləyirsən ki? O işləmir, o bilsin yəni. O işləyir də. Blue Grey. Deməli, 1 belə hesab elə ki, 1 buradır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 11, 12, 13, 14, 15 elə budur. Göy boz. Çök. Tək. İndi mən nə etməliyəm? Mən gedib kontrolkanı gətirməliyəm. Buna qoşulmalıyam ki, buradan çıxan idarə etməyi görək. Əgər belə bir şey varsa. Kontrolka yansa... Kontrolka yansa blok xarabdır. Yansa blok xarabdır. Bəli, yansa. Kontrolka siqnal versə, deməli blokdan siqnal çıxır. Blok xarabdır, bloku dəyişmək lazımdır. Tamam. Yox, əgər kontrolka yanmasa, artıq istiqamət götürərik motorski. Çünki oralara hələ sökmək istəmirəm. Birinci bloku yoxlamaq istəyirəm. Çünki idarə etmə ancaq blokdan çıxa bilər. Yəni motorski öz-özünə işləyə bilir. Motorski işlədi, qoşuldusa sönməz. Davamlı qalmalıdır. Bəli. Ona görə də mən kontrolkanı gətirənə kimi qoy işləsin.
mübahisə eləyər. Belə bir uzun kabel. Bilirsən də, mən videolarımın hamısında qeyd edirəm ki, mən massanı ancaq akkumulyatordan götürürəm. Tak. Hal-hazırda kondisioner qoşulu vəziyyətdədir. Və bizdə burada impuls olmalıdır. Ayso. Biz indi idarə etməni kəssək. İdarə etmə kəsildi. İdarə etməni qoşdu. Vəssalam. İndi zəhmət olmasa Pərviz. Sən mənim üçün həmin vəziyyəti söndürməliyəm də indi. Birinci bağla istəyirsən. Tam bağla. Söndü. Gəl söndürək maşını. Amma bez gözləmək olacaq da. Yəni söndürək. Söndürdüm. İşıqları da söndürək. Bunu da söndürək. Şimdi gözləməliyik ki, bu kontrolkaya impuls gəlsin, hə? Mənim teoriyamdan. Orada impuls gəlsə, bəyək kimi o yansa sönsə... Vəssalam, modul xarabdır. Problem moduldadır, okey. Vəssalam. Tardır. Zəhmət olmasa müşahidə elə deyərsən. Vəssalam, mən də gedim maşınlarla məşğul olum. Deməli belə, bu benzini çox işlədir. Mən bu maşını təzə almışam. Ayın 10 almışam. Toplasan 70 manat 92 vurmuşam. Prosta şkalaya baxıram, çox tez düşür. Həddindən artıq çox tez düşür. Bəlkə səhv göstərir şkalaya, bu nə deyir? Çox tez düşür, göstərici deyil. Nədən ola bilər? Yox, sən mənə bir rəqəm desən, mən istiqamət götürərəm. Nə rəqəm? Sən deyərsən ki, məsələn 15 litr işlədir. Hə. Bir dənə hesabla nə qədər yandırıb, onu mənə denə. 1 metr kilometr sürmüşəm. Hə. Alandan bəri toplasan 123 kilometr. 70 litr yanacağa 60 manat benzin vurmuşam, amma hələ vardı içində. 60 manatlıq benzin vurmuşam. 92 vurmuşam, hə. Yenə də yoxlayaram indi. Amma birinci səndən qabaq o maşın gəlib. İcazə ver, orada alqı-satqıdır. Mən onu bitireyim, ondan sonra. Salam əleykum. Bir daha. Nazim, bu maşını içəri salaq. İçəri? Hə, bunu almaq istəyirsən? Almaq istəyirəm, hə. Gözüm tutub. Bir dənə motoru yoxla, qalan. Gözüm oldu. Heç nə, sal içəri. Hə, Pərviz. Gözləmədəyik. Hə, zəhmət olmasa məni anında çağırarsan. Hə. Yox, düz. Əlbi düzət. Yaxşı. Biraz arxaya ver, altına düşə bilim. Yaxşı. Sən aç. Salam əleykum. Əleykum salam. Qardaşım, kadra düşməyimiz problem deyil. Yox, Hə, yaxşı. Hə, qoy işləsin. Kodluyum. Hə. Nə qəşəng təmiz motorxanası var. Alverçi maşınıdır. Kollektor programı. Onun o şeylərinin səsidir bu. O çı. Qorxulu bir şey deyil. Yo. Qorxulu deyəndə ki, Deva bunların səsi. Boşluq var, bu. Hə, vallahi. Buna bax, daha çox eləyir basanda. Yəni belədir. O kollektor bunlarda problemdir də. Burada yanlış proqram. Yo, bir dənə zəhmət söndür. Gözlə bir dəqiqə. Gözlər sönmür. Yağ yedi. Gözlə. Söndür.
Bax qardaşım, Nazım, mən həmişə demişəm, avtomobil alım-satqısında, indi də deyirəm, avtomobilin yağ yeyib yemədiyini belə... Bilmərəm. Hə, yəni, əgər bu belə çox gözə girmirsə, onu heç kim deyə bilməz. Amma tüstü çox olur. Karter qazlarının bir balaca miqdarı çoxdur, azca çoxdur. Yəni, gözlə vizual çoxdur. Minusdur. Qoy altına baxalım. Ancaq mühərrik lazımdır da sənə. Başqa nəsə gözə girsə, yenə. Hə, yox, görsəm əgər deyəcəm, yox. Burada məsələn karterdə boltunda buraxma olub. Elə bir buraxır da yəqin ki bunun boltu. Bunu germetikalayıb bağlayıblar bura. Sən gələn dəfə bunu açanda bu problem olacaq. Hə, yəni o düzələn şeydir, amma gərək ona bir silesar əl gəzdirsin. Çünki mənə elə gəlir ki, o elə o sarvatdır ki, bunu belə eləyiblər. Yoxsa sarvat olmasa niyə eləsinlər ki? Ya da ki, şaybası yoxdur, nə yoxdur. Belə altı səliqəlidir. Yağ axan, nə bilim. Gözə girən yavnı defektləri yoxdur. Yəqin ki, yuv motorxananı, yox heç. Amma yenə də. Bir dənə sağ-sol şaravoylarına bax da, gör dəyişilib zavodskoydu. Zaklopkadır yoxsa boltdur? Zaklopkalıdır. Hər ikisi. Hə, deyən. Hə, bu tərəfdə, bu tərəfdə. İkisi də zaklopkalıdır. Dəyişilsə nə? Güyamış şey nə? Mənə deyir ki, yəni çox 214.000 güya orijinal probegdir. Özüm hələ yoxlamamışım. Bu belə. Yuxarılardan yağ axıdan yeri filan, nəmliyən yeri. Elə şey zad yoxdur, qupqurudur. Yəni mən sənə deyim ki, belə Bir də mənə narahat eləyən nə oldu? Bunlarda bilirsən də usta, bord kompüter da orta sərfiyyatı göstərir. Mənə görə 1.4 tur universala görə 11 yarım çoxdur. Deməli. Mən bilmirəm, hələ bunun elektronikasında nə problem var. Ya. Ansız da baxmır. Belə olmalı. Bu burada olmalıdır. Heç bir yerindən qupqurudur. Belə dəmirində də onsuz da belə baxıram ki, işləmə filan yoxdur. Amma yenə də diqqətlə biraz baxım. Germetikasını zadı hər şey yerindədir. Zavodskoydu. Batışqası. Bir dənə zəhmət olmasa oradan mənə. Nə? Deyə o qırmızı. Tərpədim onu. Normal. Mən sənə deyim, retki maşınlarda görürəm ki, bütün qofralar, zatlar axıra kimi bağlı olsun, elektronikasının üstü bağlı olsun, pipkaları, zatları yerində olsun. Amma burada hər şey səliqəlidir, qardaşım. Səliqəlidir. Bu qədər probek üçün səliqəlidir da, yəni. Olanı nə desə odur. Hətta gidravlik nasosun bu elektrogidravlikadır da, yarısı belə, yarısı belə. Qupqurudur, yəni belə problem zadı yoxdur. Yox, mən belə sözüm
sözüm yoxdur. Qurudu və qurudu. Yəni onu necə demək istəyirəm? Məsələ nədir? Yəni bir var ki, yuvasan, təmizləyəsən, sonra nəsə gizlədəsən filan. Şəxsi qupqurudur. Hər şey qupqurudur. Bir də elektron diaqnostika eləyək. Çoxdan, uzaqdan sürüb gəlsən? Necə? Açmaq istəyirəm. 9-cu mikrorayandan xostladıq, soyuq idi motor, sürdük gəldik bura birbaşa. Bircə dəqiqə. Yana görə baxışıq. Bu. Qardaşım, bu antifriz nə rəngdədir? Bu yağa da oxşayır. Həm də yağ isi gəlmir. Heç yağlılıq. İstədim lap şeylə yoxluyum. Nə göstərər də belə. Testerlə yoxluyum, amma bircə dəqiqə səbirli ol. Səbirli ol. Ya əsaslanıb təyin edir on freeze point-ını. onun içində həssas element, həssas element. Bax belə bir vəziyyət var burada. Var hə, ya. Şlangın astatkaları da ola bilər. Faktiki yağ. Qardan əsə. Yox, yağ deyil. Sadəcə antifriz pisdir. Çox pis vəziyyətdədir. Yağ deyil, yox. Yox, bu yağ deyil. İndi insan özü burada yoxdur, amma bu yağ deyil də. Bu yağ deyil. Prosta sadəcə sistem bərbad vəziyyətdədir. Bərbad. Ağarda cavab orada. Biabırçı vəziyyətdədir sistem. Biabırçı. Hələ çox qovulmur, abi. Mümkün çırpılarsa. Yo, deyir, satan adam kimdən ki alıb, ağsaqqal kişidir, avtobus şoförüdür. Retk sürüb də bu maşını dediyinə görə. O dediyinlə düz gəlir. Nə deyir ki? Ha? Nə deyir? Deyir, retk sürən adam olub da, yəni İndi o retki sürməyə, amma bu antifrizin bu vəziyyətə düşməyə baxımsız qalmağına görə deyirəm, yəni hardasa çox sürən adam baxmadan nəzarət edir. İndi o vəziyyətdədirsə, gör indi tormoz mayeəsi nə vəziyyətdədir. Öyrəşmişəm mən Chevrolet'ə. Pərviz, eləmədi? Yəni həmin nasazlığı da eləmədi? Bəlkə bir çıxıb sürüb qovub gələsən? Elə qoy o vəziyyətdə qalsın. Bir dənə kontrol kanı ayırım. Bircə dəqiqə oradan kontrol kanı ayırım gəlim. Sizin avtomobilə qoşulacam. Amma eləməli idi də bu vaxtda, hə Üce? Hə, birazdan da eləyə bilər. Qoy onda onu da gözləyək. Qoy onda qalsın. 2010'du bunun ili. 2010.
Adapter hardadır? Deyə bura taxmışam. Ha, orada elə. Sən də şey Eva krolosunda da şeylər var. Sağ tərəf burası da. Buradan burada işlər görürük. Zəhəri zadda. Bir də burada batırılır. Baxanda bir zəhəri. Orada batırılır. Yəni donduruq deyil, adi qara deyil. Zəhərli qara, zəhərli. Məndən ancaq mühərrik tələb olunur. Mən də mühərrikə baxıram. Sadəcə də test edirəmsə qoy hamısını elə. Qabağa arxa. Gördüm. Güclü bir şey deyil. Gözümüz Neçə dənə açarı var? Bir dənə bu ikinci zapasda, amma əsası yoxdur. Aydındır. Ekoflex. Nəsə var? Bir dənə mühərrikdə nasazlıq var. İndi bütün blokları oxusun, ondan sonra açacağam. Неисправность elektromagnetik qalı deaktivasiya porta. Hə, sən şeyi çıxartdın axı işləyə. Hə, onun nasazlığıdır. Hə, sonra ABS. Нет связи. Высокоскоростным каналом связи присутствует. ABS Hazırda var. Hə, ABS şikayət edir ki, mən digər bloklarına danışa bilmirəm. Konşina problemidir. ABS dinamическая sistema yenə konşina problemidir. Elektronный модуль РВК yenə konşina problemidir. Противоугонная система предупреждения. Неисправность цепи лампы стоп сигнала. Bax gör yanır. Buyur. Hamısı. Hamısı yanır. Bir dənə saniyə. Hamısı. Deməli, sonra неисправность цепи задней левой лампы отсутствует. Burada 1-2 dənə əlaqə xətası var. Lambda ilə bağlı nəsə var? Yox, heç nə yoxdur. Və niyə bu 11 yarım çıxsın? Hə, indi gəl belə eləyək də. Biz hal-hazırda avtomobili təmir eləmirik axı. Yox, yoxlayırıq nə var? Yoxlayırıq. İndi soyuq halda sürmüsən, bəlkə kişi də qısa məsafələrə sürüb. 5 kilometr, 10 kilometr, 5 kilometr, 10 kilometr maşın qızmağa üsbət eləmirsə, çox yandıracaq. Yox, 560 kilometrə o şey sıfırlayıblar şey bort kompüteri. 561 kilometrə orta sərfiyyat 11.7. Bildim, 561 kilometr harda sürüb, necə sürüb? Şəhərdə. Hə. 11.7. Yox, Ha, yox, o elədir. İndi sonra gəl indi biz buradan çıxaq. Yəni bir dənə ABS-in konşina problemi qaldı. O, yəni nə vaxt istəsən təmir eləyə bilərik onu. Nə ola bilər? Ciddi bir şey ola bilər o, yoxsa provodka olacaq böyük ehtimal. Şey yoxdur, üçbucaq yoxdur. Üçbucaq da yoxdur. ABS-in öz işığı da sönür. Sönür. Yəni o ABS digər bloklarla əlaqəsindən şikayət eləyir. Yəni özü fərdi şəkildə fəaliyyət göstərir. Mən o bloku görürəm və aktivdir. Tak. İndi mən istəyirəm sən o şikayətin bir ucuna baxım, bir hissəsinə. O deyirsən də çox işlədir. O hissəsinə baxım. Düşməməlidir bu. 0.1 voltdan aşağı düşməməlidir amma. Eybi yox.
normal korreksiya eləyir. Hər şey qaydasında da 0 plus, 0 minus. Getdi plusa, gəldi minusa. Minusda biraz çox saxlayır, ha. Azca çox işlədir, bəli, azca. Səbəb nədir? Nə ola bilər? Səbəbi deyə bilmərəm. Gərək araşdırım, axtarım, dağıdım, töküm. Bilmirəm, çox şey ola bilər. Hava çəkə bilər, farsunkasından ola bilər, evap klapanından ola bilər, sveçaların vəziyyətindən ola bilər. Oksigen sensoru arada bir diapazondan aşağı düşür. Belə şey olmamalıdır. 0,1-dən aşağı düşür. Olmamalıdır. Belə şey olmamalıdır. Sensorun özündən deyil. Düzdür. Özünün də nasazlıq ola bilər. Amma özü şkaletdə normaldir. Dalqavremenная korreksiya postoyan 0-dadır. Yəni bu maşın demək olar ki, ideal korreksiyada işləyir. İndiki vəziyyətində. Sadəcə kratkovremenная korreksiya postoyan minusa çəkir arada bir. Arada bir yox, elə postoyan minusa çəkir. Arada bir plusa keçir. Biraz qaz versəm düzəlir. Xalastoy xodda ona girir. Hə, xalastoy xodda çox. Gördün? Diapazondan aşağı düşdü oksigen sensoru. Qayda bilmir yerinə. Ola bilər, oksigen sensorunun özündən də ola bilər, yanacağın çox olmasından da ola bilər. İndi bax, plusa gedir, minusa gedir. Bax, plus, minus. Plus, minus. Yaxşı işləyir. Problem yoxdur. Motorda problem yox. Yox, motor... Ümumiyyətlə, motorun naqruskası nə? 2,2 qram saniyədə normal, hər şey qaydasındadır. Bax, gördün qırmızını? Ay, sağ olmaz. 3,1% naqruskası var, hər şey normaldir. Hər şey normaldir maşında. Sadəcə bir dənə katalitik elementin İkinci oksigen sensoru işləmir. Ya bunu... Niyə görmürük onu? Söndürüblər praşikadan. Söndürmüş ola bilərlər. Yox. Oksigen sensoru ümumiyyətlə hərəkət eləmir, tərpənmir. Əsasən biz praşifika eləyəndə belə eləyirik. Ola bilər ki, praşika. Mən deyə bilmərəm. Bilmirəm. Sensor tərpənmir. Amma sistem demir ki, sensoru görmür. Yox, sistem görmür. Əslində P0420 xəta kodu olmalıdır bu maşında. Abmanka qoşa bilərlər. Yoxdur, baxmışam. Salamatçılıqdır. Və sensor ümumiyyətlə tərpənmir. Bax belə. Artıq sərfiyyatda ola bilər. Hə, ola bilər ki, orada katalizator dolu vəziyyətdədir, həmişə xəta atıb. Bunlar praşifika eləyiblər, 30 durublar normal Euro 2 standartına, Euro 3 standartına. Vəssalam, elə də işləyir özü üçün. Bilmirəm, ha, dəqiq demirəm, ehtimal eləyirəm. Mən bu maşının dampı ilə tanış deyiləm axı, bloku oxumamışım. Amma sadəcə sensor tərpənmir. Vəssalam. Bax belə. Kondisionerin filan hamısını yoxlamısan, ha? Yox. Kompresor qoşuldu, səsi gəlir. Eşitdim, sağ qələm. Ventilator işləyir. Havanı soyutmağa başlayır. Soyutdu. Tam da buz effekti verir də. Hə, buz effekti yoxdur, amma soyudur. Deməli, kuruzu saldım içəri. O
kondisioneri fanı işləyən. Qoşulu vəziyyətdəyəm. Hələ ki eləməyib, indi gözləyirik ki eləsin. Yəni fan da işləmir. İndi gözləyirəm birdən təkrarlanır. Təkrarlanan kimi çəkəcəm də. Hələ ki videonu belə saxlamaq məntiqsizdir də. Deməli 1 saatdan çoxdur gözləyirik. Kontrol burada qoşulu verir. Çaynikin səsdir. Elə bildim elədi. Kontrol qan qoşmuşam. Gözləyirik görək. Nə vaxt olacaq dəyişiklik. Əgər bu maşın nasazdırsa mən o nasazlığı yaxalayacağam. Daha indi ümid eləyirlər də. Mən də çalışacağam ki bu nasazlığı yaxalayım və sizə göstərim. Mən çox böyük bir ümid eləyirəm ki, yəni bu nasazlığı o blokdandır. Yəni kondisionerin blokundandır. Fəruz o işığı da at içəri də zəhmət olmasa. Qoy elə işıqlı olsun içəri. Qoş onu at içəri. Kondisionerin blokundandır. Gözləyək. Görək başımıza nə gəlir. Elədi. Video söndürən kimi elədi. Şabaş. Və mən əmcək kimi bu kruzun pelini qırdım. Blokdadır problem Pərviz. Deyirəm bugün də yaxşı qurtardıq. Allah Maşın sönük vəziyyətdədir. Hətta qapılar bağlıdır. Qapılar da bağlıdır, hə, deyək bax. Gözləyək. Bu sevindirici haldır. Yanacaq. 15 Aha, saniyə yandı. yandı. Oo, sağ. Vəssalam. İndi sən gecənin bir aləm bloku hardan tapacaqsan? Allah kərimdir. Maşın qalır burada da. Yox, qalmasın. Söz vermişsən, tap gətir blok. Mən sənin maşına getməliyəm də onda. Get də doy. Gedim gəlim tez. Get gətir bloku. Vəssalam. Bilmirəm. Zəng elə, oyat, nə bilim neysə. Saat neçədir? O yazıq mənə gözləyir. Saat neçədir? 11. Məzələnmə. Qardaşcan. 2 saat yanında buradayım mən. Afişə vəssalam. Çağır bloku gətirsin. Bilmirəm. Zəng elə, get mənim maşından. Neynəsən elə bloku gətir. Yo yazığa demişəm də. Get bloku gətir. Tamam. Yaxşı, getdik. Davay. Deməli gecənin bir aləmidir. Blok tap gətiriblər. Eyni birə-bir nəməsinə. İndi bu bloku dəyişəcək. Mən bunu təmir eləməyə nastrenim yoxdur. Oturub burada. Sən Allah neçədir bunun qiyməti Fəruz? Gecə saat 12-də gələn blokun qiyməti neçədir? Onlar mənə bəs fərqli qiymətlə verdilər də. Hə, ucuz verdilər. Hə. Axşam deyəndə ki, daha gecə yoxlayarsan, mənə də bir cavab yazarsan. Usta, deməli sənə bir dənə şey deyim də. Mən elə bil bunu müşahidə eləmək üçün bax bu şeylərə, bu havalan yerlərə spiska qoydum. Hə. İndi əslində gedirəm bağa. Bekarçılıq. Gedim, qəşəng avtomobili olsa qızandan sonra eləyir də, 3-4 dəqiqə. Biraz sürəcəm yol. Yəni nə 3-4 dəqiqə, 2 saatdır gözləyirik biz burada. Hə, o doğrudan elə oldu hə. İndi sən dedin var deyə mən də oturdum gözlərim. Yoxsa mən belə nasazlıq təmin eləmirəm. Ümumiyyətlə başı belə şey təmin eləmirəm. Amma da əsas Allah sənə var elə. Hər dəfə də dua elə. Yatdır dua elə. 100%. Amma bu yəni bundan olduğuna əmin olmalıyam da. Mənə geri dönüş eləyərsən. Mütləq. Bir də görün gecənin bir yarısı yazdım sənə. Yaz. Eybi yox, səhər duraram, qoşaram o yazdığı videonun dalına. Doğru ol, düzəlmədi yazasan. Doğru ol, düzəlmədi bu. Biri yox idi bu. Hə, onun biri yox idi. Bir an heç belə deyildi. Doğru usta, Allah sənə var eləsin. Sağ ol, açar ver. Açar. Açar yetirmə. Bir yoxlayaq da, bəlkə düymələr işləmədi.
Cibimdədir. Qapı bağlıdır. İşləyir mi blok? Все işləyir. Bunu da qoşmuşam. Burada da ışıqlar yanır. Işığı çək oyna. Все, ışıqlar yanır. Hər şey işləyir. Vəssalam. Bir cavab deyərsən Pərviz. Mütləq. Evet.